Bugün sizə Novruz bayramının ən qədim və sevilən şirniyyatlarından birini hazırlayıram. Adını bilənlər şərhlərə yazsın. Xəmir üçün əvvəlcə 900 qram un götürürük. Üzərinə quru ərzaqlardan duz, sarkök və vanil əlavə edib qarışdırırıq. Üzərinə ev temperaturunda yumşalmış 250 qram kər yağı əlavə edərək umaç hazırlayırıq. Burada balaca bir dəyişiklik etdim. Reseptdə olmasa da xəmiri daha kövrək etmək üçün 100 qram Secret Vkusa mayonezindən istifadə etdim. Diqqətinizə çatdırım ki, Secret Vkusa loteriyası hələ də davam edir. 20 fevral 31 mart tarixlərində Araz supermarketlərindən Araz müştəri kartı ilə hər 5 AZN-lik Secret Vkusa məhsulu alışına bir şans qazanaraq loteriyada iştirak edib BYD C05 avtomobilini qazanmaq şansı əldə edə bilərsiniz. Gördüyünüz kimi çox yumuşaq, ələ yapışmayan bir xəmir yoğurdum, üzərini örtüb 1 saatlıq mayalanmağa qoydum. Mayalanmış xəmirin havasını alıb eyni bərabərdə olmaqla 4 hissəyə böldüm. Xəmiri kündələyib 10 dəqiqə gözlətdim. Bu müddətdə də içlik hazırladım. Kündəyə gəldikdən sonra hər birini ayrı-ayrılıqda un səpərək biraz incə şəkildə yaydım. 4 kündəni yağlamaq üçün 120 qram ərinmiş kərə yağından istifadə etdim. Kündələri ayrı-ayrılıqda yayıb yağladıqdan sonra rulet şəklində bükdüm. Üzərinə xətkeşlə ölçüləri qoyaraq 7 sm ölçüdə kündələr kəsdim. Hamısını bu üsulla hazırladıqdan sonra ovucumuzun içərisinə biraz burub yenə də kündə almasını gözləyirik. İçlikdə də balaca bir dəyişiklik edib qoz ləpəsi əlavə etdim. O qədər dadlı, ləzzətli alındı ki, resepti, ərzaqların miqdarını açıqlama bölümündə qeyd edəcəm, mütləq baxarsınız. Xəmir yağlı xəmir olduğu üçün yayarkən qətiyyən undan istifadə etmirik. Bir-bir hər birini yayırıq, çox incə şəkildə yaymaq lazım deyil. Orta qalınlıqda yayıb 2 çay qaşığı yarım içlikdən əlavə edərək gördüyünüz şəkildə bükürük. Həm şəkərbura formasında, həm də dairəvi formada bükę bilərsiniz. Hətta bəzilərinin üzərinə naxış da vurdum. Sobamda öncədən yandırırıq. Hamısını hazırladıqdan sonra distin içərisində də bir 10-15 dəqiqə gözlədib üzərlərinə yumurta sarısı ilə dur yağı qarışdırıb çəkirik və 25-30 dəqiqə müddətində bişirib götürürük. Şirniyyatları konveksiya rejimində 170-180 dərəcə arasında bişirdim. İlaxır çərşənbəniz də mübarək olsun, ocağınızdan istilik, süfrənizdən bolluq, bərəkət əskik olmasın. Və budur, qədim Novruz şirniyyatlarım artıq hazır oldu. Həqiqətən də Secret Vkusa mayonezləri şirniyyatlarıma çox gözəl kövrəklik və dad vermiş oldu. Üzəri xırçıltılı, içərisi yumyumuşaq. Bir kündədən olmasına baxmayaraq içərisi qat-qat çox gözəl alındı. Qoz ləpəsi də xüsusilə bu şirniyyatın içliyinə çox gözəl bir dad verdi. Resepti mütləq yaddaşa verin ki, itirməyəsiniz. Göz haqqınızı halal edin, mütləq sizlər də hazırlayın. Bayram süfrələrinizi bu ləzzətli şirniyyatlarla bəzəyin. Şirniyyatın adını isə mütləq rəylərdə yazın. Baxaq kim adını düzgün tapacaq. Tapa bilməsəniz mütləq mən qeyd edəcəm.